Özünüzü təqdim eləyin zəhmət olmasa. Mən Şəmsi Abbasov, Xətai rayonunda yaşayıram. Peyğar Zülfüqarov küçəsində. Şəmsi müəllim, siz nə şikayətlərlə gəlmişdiniz? Ümumiyyətlə, Seyfəddin müəllimə mən zaman olub ki, narazılığım olanda, hansısa bir xəstəliklə əziyyət çəkəndə müraciət eləmişəm. Bəli. Amma son dəfə... Nəticələr necə olub? Hamısı çox gözəl. Son dəfə qulağımda biraz narazılıq yarandı, biraz ağrıyırdı. Seyfəddin müəllimə müraciət elədim. Ümumiyyətlə, Seyfəddin müəllim haqqında mən onu demək istəyirəm ki, çəmənlər yamyaşıl varaq olsunlar, əlvan çiçəklərlə sevirəm yazaq. Yellər saçımızda daraq olsunlar, yağışda istanaq, dumanda azaq. Nə gözəl. Təbiəti gəzən, təbiətin sirrini bilən, bitkiləri gözəl tanıyan, bütün dünyanın təbiətinə çox gözəl münasibət bəsləyən və sanki təbiət də ona verdiyi o sevgini qaytarmaq şərti ilə Seyfəddin müəllim bütün dünyanı gəzir, oradakı yenilikləri Azərbaycana gətirir. Ona görə bizim xalqımızın yeraltı, yerüstü sərvətləri var. Mən belə düşünürəm ki, Seyfəddin müəllim də bizim xalqa Allah tərəfindən göndərilmiş bir sərvətdir. Bu kişi doğrudan da, bu insan doğrudan da bir möcüzə yaradır. Çünki təbiətin sirlərini öyrənmək, təbii yollarla insanlara şəfa vermək, müalicə eləmək insanın mənəvi dünyasına, onun ruhuna birbaşa sirayət edir. Ona görə Seyfəddin müəllim haqqında nə qədər danışsın azdır və bütün xalqımıza mən müraciət edirəm ki, əzizlərim, doğmalarım, əziz dostlar, ey analar, ey bacılar, kimin nə şikayəti varsa doktora müraciət edin. Çünki ən böyük sevgi münasibətdir. Çünki bu insanda da o sevgi var. Şikayəti nə idi? Şikayətim daha ağrı var idi. Seyfəddin müəllim 2 dənə məlhəm mənə təklif elədi, təqdim elədi. Sağ olsun. Özü tam təmənnasız. Düzəldi mi? Bəli, qulağımın ağrıları getdi. Gözəl müğənnimizi, gözəl ziyalımızı müalicə eləməmək olardı mı? Buyur. Sağ olun, Allah sizi var eləsin. Seyfəddin müəllimi görəndə insanın təbi gəlir. Nəyə görə təbi gəlir? Çünki insan torpaqdan yaranıb, torpağın bir hissəsidir. Seyfəddin müəllim görəndə insanın xəyalları uzaqlara gedir. Əl çatmaz arzuların qanadlarında bir səyahətə çıxır. O səyahət də hardadır? Yaşıl meşələrin sərin sulu bulaqlarında, zirvələrdə Azərbaycanın və bütün dünyanın təbii gözəllikləri yada düşür. Nə gözəl. Allah sizi var eləsin. Vallahi belə təbim gəldi, icazə verirsin bir ağızda oxuyarım. Oxu, niyə oxumursun? Eller olmam dedin size yazaldan. Eller olmam dedi size yazaldan. Xəstə könülləri sizsiz düzəldən. Dermanınız ne kadar olsa da yazın. Dermanınız ne kadar olsa da yazın. Görüşüz her zaman. Gülüşüz her zaman şirindir hakim. Tövbe, 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 billahi tövbe, vallahi tövbe. Senden başkasını sevmedim tövbe. Tövbe, 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 vallahi tövbe, billahi tövbe. Sizden başkasını sevmedim tövbe. Sağ olun, Allah sizi var eləsin. Var ol, gözəl insan. Sağ olun, sağ olun. Sənin şəxsində bütün xəstələrimizə şəfa diləyirəm.